2020-ci il 27 sentyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpa olunması məqsədi ilə başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən, 3 oktyabrda Füzuli döyüşləri zamanı şəhid olan Şabran şəhər sakini Xəyal Həsənovun ailəsində narazılıq yaranıb. Şəhidin valideynləri iddia edirlər ki, övladlarının şəkili vurulmuş xatirə lövhəsi qanunsuz şəkildə sökülüb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Şəhidin anası bildirib ki, Xəyal Həsənov cəmi 18 yaşında şəhid olub və bu günə qədər ailə ilə heç bir aidiyyəti qurum tərəfindən maraqlanılmayıb. Onun sözlərinə görə, övladının xatirəsini əbədiləşdirmək məqsədi ilə şəxsi vəsaiti hesabına yol kənarında bulaq tikdirilib. Lakin Şabra rayonunda fəaliyyət göstərən yerli məmurlar tərəfindən həmin bulaq sökülüb. Ana iddia edir ki, bulağın sökülməsinə səbəb kimi yolun görüntüsünü pozması göstərilib. Şəhidin ailə üzvləri və yaxınları bunu şəhidə qarşı hörmətsizlik kimi qiymətləndirirlər. Hadisəyə etiraz olaraq şəhidin yaxınları yolu bağlayaraq aksiya keçirib. Xəyal Həsənovun adına tikilən bulağın yenidən bərpa olunmasını tələb ediblər. Bir dəfə biri gəlib demən istiyor diye ihtiyacım var. Bizden de gelip ben bana plakatı kesin orada. Allah belası versin olan belə. Belə kesin çekerler. Bunu düşmeli edemez. Sökərək çıxardıblar, bunu sökərək. Belə şəkil çıxardırlar axı. Onu ana düzəltmişdi, bunun yanın başını düzəltmişdi. Qopardıb töküb yerə, bunu qopardıb töküblər yerə. Belə şəkil çıxarmırlar. Bunu gəlirlər mədəni işçiləri ilə gəlirlər. Hamısını deyirlər ki, bu sökülməlidir. Ay şartlar, belə şəkil çıxardılar. Ay daşlarınızın balasını verdim, ha? Belə şəkil harada çıxır? Mən belə mi oğul verdim vətənə? Vətən sağ olsun dedim, bayrağı öptüm ki, mənim balam bir şəkil belə çıxsın. Haram olsun. Hakkı ittene haram olsun. Şehidin hakkını ittene haram olsun. Ben böyle bir bana verdim. Onun burada heykeli koyulmalıydı, heykeli. Gayretli oğullar, gayretli şəxslər. Ben size müraciət edirəm. Şəkili belə çıxardırlar, yoksa şəhidinin şəklini yok. Heykelini getir bu bulağın yanında koyurlar. Ay bu bulaqdan su içənlər, ay bu bulaqdan su aparıb içənlər. Belə bir hörmət qoyulmaz şəhətə. Burada Xəyalın heykeli qoyulmalıydı. Mən imkanlı şəxslərə deyirəm. Əgər mənim səsimi eşidirsinizsə, bu icra müracında Xəyalın burada heykeli qoyan mən şəxsi görmək istəyirəm, kişini görmək istəyirəm. Hansı imkanlı kişi varsa gətirib o icranın acından burada heykelin qoysun mənim olan. Qəti dəyər verilməz də bu şəhid ailələrine. Azərbaycanda valla rayonlarda heç biz bu dərəcədə biz bilməzdik ki, bizə qarşı belə hörmətsizlik olunsun. Bu şəhidlərə qarşı belə ikimiz bir hörmətsizlik. Əmlə bir şəhid torpaq uğrunda canını verən oğul dünənki gündə vuruşub ölkəyə bir zəfər yaşadan bir oğul bu günləri ölkədə yol qırağı, yəni yolun yaraşığın pozur. Bu ağla sıxmaz bir şeydir. Bu çox ağır bir şeydir. Bu analar və atalar hamısı bu vətənə oğul veriblər. Sen yol ver de ben Oğul gelmeyeyim. veriblər. Şəhidin evinde yaşıyor. Vətən onları dəyərin verməlidir. Şəhidin Belə olmaz. birliğin içinde. Bu cür nə şəkil sökməzlər yolun qırağından.